Ne oldu? Y3 m gram, XOH da m gram. X2 Y4 verir 28,4. H2 da verir 3,6. Dedim ki soldan sağı cəmləyəcəm. M plus M bərabərdir 28,4. Üstə gəlsinə 3,6. M ilə M-i cəmlədim. Nə elədi? Elədi 2M bərabərdir 28,4 üstə 3,6 gələndə eləyir neçə? Bəli. 32. 32. M də bərabər neçəyə? 16-ya. Əla. M-in qiymətini neçə tapdım? 16 tapdım. Hə. İndi bundan istifadə edərək nəyi tapacam? Sənə şərtdə nə deyir? Y3 ilə XOH-ın molyar kütləsini hesabla sənə deyir. Gəl hesablayaq. Bax. M-in kütləsini tapdım 16. Suyun da kütləsi var 3,6. Tənasüb quracam. Bax bu M-in kütləsi var ha 16. Bura bax Ülvə. Bu M-in kütləsi 16-nı gətirib qoyacam burada yerinə. İndi bu xətti sileyim. Bu birisi dairələri də sileyim. Qarışmasın. Bax yazıram. 16 qram YOH3. Bax bunu görürsünüz. YOH3-də neçə qram su alınıb? 3,6 qram su alınıb. 3,6 qram su alınıb. Bəs onda Y plus 48-də neçə qram su alınıb? 18 qram. Emerin yazında ümumi emerin. 2 qram budur, 16 qram budur. Cəm elədə 18 qram. Başa düşsünüz? Ha, başa düşsünüz? Ha. 16-nı vururam 18-ə. Tənasübdür də həll eləyirəm. 288 bərabərdir. 3,6 Y plus 3,6-nı vururam neçəyə? 48-ə. Eləyir 172,8. Deməli 3,6 Y bərabərdir. Çıxacam nə? 288-dən çıxacam 172,8-ə. Eləcə 115,2. Buradan Y-də bərabərdir nəyə? 115,2-ni böləm 3,6-ya. Eləcə 32. Əla. Y-i tapdım 32 uşaqlar. Səndən şərtdə soruşur ümumi Y-O3-ün kütləsinə, molyar kütləsi. Y-in A-yerini tapdım bax 32. Oksigenin A-yerini də bilirsən 16 bax YO3. Nə eləyəcək? 32 A-yer. Yox, MR. MR hesablayıram artıq. MR. 32 üstə gəlsin 16 vurulsun 3 bərabər neçə? 48 üstə 32 elədi 80. Düz. Y3-ün kütləsini tapdım 80. Ya Y variantıdır, ya C variantıdır. İndi XOH-ın da tapmalıyam kütləsini. XOH-ın da kütləsini tapmalıyam. Onu da hesablayacağım. Onu da bax, burada hesablayacağım. Xırda-xır yazacağım. Kənara yazmayacağım. Hə. Yenə yazıram. 16 qram. Bax, burada 16. M-in kütləsini tapmamışdım. 16. Bu da deməli 16-dır da. 16-da 3,6-dırsa, 16 qram XOH-a 3,6 qram sudursa, bəs onda XOH-ın öz emerini yazaram. 2x plus 17-yə, 17 yox, 17-ni də vuracam bu həmin bu 2-yə, neçə eləyəcək? 34. 34-də nə qədərdir? Suyun kütləsini neçə tapdıq bayaq? Suyun emeri 18. 2 plus 16 elədi 18-də. Tənasübdir, yenə həll eləmək lazım tənasübü. 16-nı 18-ə vurarıq. Eləcə 288 bərabərdir. 3,6-nı 2-yə vur neçə eləyir? 7,2x üstə gəlsin. 34-ü vuracaq neçə? 3,6-ya. Eləcə 122,4. 7,2x bərabərdir. Çıxarıq 288-dən bunu. Eləcə 160. 288-dən çıxaram neçə? Burada neçə aldım? Elə yazmışam oxuyam bunu. 110 ötəzədən vurum onu. 3,6-nı vuram neçə? 34-də. Yazmışam. 122 hə. Qoy bunu əməlli yazaq. Elə yazmışam özüm heç oxuyam. 122,4. Hə. Çıxacam buna 288-dən bunu. Eləcə 165,6. X də bərabərdir. Böləcəm bunu nəyə? 7,2-yə. Eləcək 23. Əla. XOH-ın emerini tapıram.
23 X-in nisbat atom kütləsi. Üstünə yazın oksigen nisbat atom kütləsi 16. Bu da üstünə yazın hidrogen nisbat atom kütləsi 1. Bərabərdir. 23-də 17 neçə eləyir? 40. 40 var, bu daha. Cavab oldu Y variantı. Aydındır. Başa düşdünüz?